Salyanda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb. Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus Nissan markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.